mü? Bir yere gel. Korrupsiya varsa isterseniz orada insanların etimadı azalmağa başlayar. İki, vətəndaşların dövlət orqanı girməyə həvəsləndirməsi. Niyə ki? Vətəndaşların arasında təhsillisi də var, təhsilsizi də var. Niyə onları girməyə həvəslənir? Peşəkar kadrlar həvəslənər. Adam görər ki, korrupsiya yoxdur, savadına güvənər, peşəkarlığına güvənər, gedər ora müraciət edir. Düzdürmü? 4. Bəli. Bəli, bunların istisna edən, yəni onlar elə eləməlidirlər ki, korrupsiyaya aidiyyəti olmayan tədbirlər o görülməlidir onlar barəsində. Oxusun kim? Gülzar. Korrupsiya anlayışı müddəasına aiddir. Uşaqlar, ümumiyyətlə, ağlınızda korrupsiya ilə bağlı deyəndə sırf rüşvət gəlməsin. Rüşvət korrupsiyanın içində gedən bir anlayışdır. Korrupsiya özü daha geniş bir anlayışdır. Yəni korrupsiya sırf pulla ibarət, puldan ibarət bir şey deyil. Bu əmlakla da ola bilər. Əmlakla da bağlı ola bilər. Bu torpaqla da bağlı ola bilər. Torpağın mənimsənilməsi ola bilər. Əmlakın mənimsənilməsi ola bilər. Bu imtiyaz və ya güzəşt ola bilər qanunsuz olaraq. Rüşvət də ola bilər. Pulla da bağlı ola bilər. Yəni korrupsiya geniş bir anlayışdır. Və siz ümumiyyətlə korrupsiya ilə bağlı nə axtarsanız, bilin ki, sadəcə olaraq qanunsuz bir şey axtarmalısınız. Qanunsuz olmalıdır. Sənin qanuni hərəkətlərin korrupsiya yaratmır. Demək, korrupsiyanın anlayışı müddəasinə aiddir. Bəli. 1. Korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrin aradan qaldırılması. Bu doğrudur. Niyə? Bax, Gülzar. Niyə? Bəli. Demir ki, korrupsiya qarşı mübarizə haqqında qanun nəyə yönəlir? Onu zaten Mehralı oxudu da, 44-də oxudu, 45-də oxudu, 46-da müəyyən elədik ki, qanun preambulası nədir, məqsədi nədir? Zaten konstitusiyada bilirsiniz ki, hər bir qanunun qəbul olunmasının məqsədi göstərilməlidir. Əsaslandırılmalıdır. Bu da bunun məqsədidir də. 40, 44-cü, 45-ci, 46-cı sualda biz onun məqsədini danışdıq. Bəli, Amma müəllim. bizdən soruşur korrupsiya özü nədir? Bu anlayış nədir? Demir ki, Mən korrupsiya nəyə aha, yönəlir? başa düşdüm, müəllim. Ay sağ ol. Vəzifəli şəxslərin öz statusunu təmsil Bəli. etdiyi orqanın statusunu, bu doğrudur. Status səlahiyyətə ilə gələn imkanlardan Tez istifadə. qərar vermə çalış. İmtahanda da tez qərar verməyin. Bax, Bəli, qanunsuz müəllim. olaraq deyir. Burada yazır bu qanunsuz sözü silər qabağından. Qardaş sən qanuni olaraq maddi və sair nemətlər əldə edə bilərsən də, sən nə dəxilsən ki? Sən vəzifə səlahiyyətlərini sui-istifadə edərək qanunsuz nəsə əldə eləsən, o korrupsiya olacaq. Amma sənin qanuni bir şey əldə edəcəyin bir şey necə ola bilər ki, o korrupsiya olsun? Olmaz. Bir, yəni ki, doğrudur. Aha, korrupsiya anlayışını ifadə Doğru. edirlər. Sonra Hı hı. bəli. Dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları. Yox idi belə bir şey ümumiyyətlə. Bəli, müəllim. Fiziki hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud da verilməsi yolu ilə vəzifəli şəxslərin ələ alınması. Bu var Yəni idi, mən müəllim. fiziki şəxsəm, mütəxəssis, Fiziki və mən hüquqi. vəzifəli şəxsəm. Gəlirəm sənə təklif edirəm. O təklif yolunda səni ələ alıram. O da onu qəbul edirsən mənim təklifim. İstərsən şu başlayır korrupsiya yaratmağa. Vəssalam. Bunun iki cür tərifi var yəni. Bəli, müəllim. Vəssalam. Aydın oldu gənclər. Beş Yəqin ki, aydın qism. oldu. Qanunsuz sözün qabağında görməlisiniz. Bir qayda olaraq. Bəli, qanun olaraq. Bəli. 48. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmaların Bax, subyektləridirlər. orada yoldaşlar. Suala keçməmişdən qabaq əvvəlcə mən öz izahlarımı verəcəm bir-bir. 10 subyektin Bəli, adı. müəllim. 11 subyekt daha Hı doğrusu. hı. Onların 9-u həm subyekt, həm də vəzifəli şəxs kimi qeyd edir. Amma ikisini vəzifəli şəxs olaraq göstərmirdi. Niyə? Vəzifəli şəxs kimi göstərə bilər kimlər? Onların iş yeri olmalıdır. İş yerləri olsun. Amma sonda göstərdiyi iki şəxs, onların iş yeri yoxdur. Onlar sadəcə olaraq subyekt gedir. Adi fiziki şəxs belə subyekt edə bilər. Amma vəzifəli şəxs artıq iş yeri varsa və iş yerində işləyə korrupsiya məşğuldursa, o həm də subyekt olaraq vəzifəli şəxs qismində gedir. Yəni səndən soruşur vəzifəli şəxs kimi. Buyur. Bəli. Azərbaycan Respublikasının konstitusiya və qanunları ilə müəyyən olmuş qaydada dövlət orqanlarına seçilmiş və təyin edilmiş şəxslər. Bu doğrudur, Ola müəllim. bilər hakimlər, Hı hı. deputatlar, nazirlər, baş nazir. Hər biri subyekt özü vəzifəli şəxs. İşlədikləri yer var bunların. Vəzifələri var. Deməli vəzifəli şəxs kimi gedir. Düzdür. Sonra Bəli. Azərbaycan Respublikasının yerli özü idarəetmə orqanlarına seçkili vəzifələrə namizədliyi qanunla yox, qanunvericiliyi ilə özə olmalıdır. qulaq asın. Xeyr, çox pis. Qanun. Deməli yoldaşlar, qulaq asın. Dövlət orqanlarına bax, bir tərəfə qeyd edin. Ya rekorduma baxın, ya səsimi bir yerə qeyd edin. Dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi
Qanunla müəyyən olunmuş qədər qeydə alınmış şəxslər olur. Amma bələdiyyələrdə necədir? Demir ki, orada bələdiyyələrə namizədliyi qeydə alınmış şəxsdir. Xeyr. Deyir ki, qanunvericiliyə əsasən yerli öz idarəetmə orqanlarına seçilmiş şəxslər. Biri var, adam Milli Məclisə tutaq ki, deputat kimi iş verir. Namizədlik qeydə alınıb ki, seçkilərdə bu adamlar da olacaq. Amma bu hələ deputat seçilməyib. Sadəcə qeydə alınıb. Birinci cümlədə zaten seçildiyini deyir. Düzdür? Zaten bunu deyir. Amma o birisində deyir ki, qeydə alınıb hələ bu. Bəli, o da vəsvəli şəxs kimi gedir. Bunda seçilmə ehtimalı var axı. Ona görə istərseniz bunu da vəsvəli şəxs qismində verirlər. Qeydə alınıb namizədliyi. Nə ilə? Qanunla. Qanun. Sənə yerli öz idarəetmə orqanına demir axı qeydə alınmış. Özü qanunla demir. Qanunverici ilə yerli öz idarəetmə orqanlarına seçilmiş. Artıq bələdiyyə üzvlərindən söhbət gedir orada. Bələdiyyəyə qeydə alınmış demir axı. Bələdiyyəyə seçilmiş. Nə ilə? Qanunvericiliklə bələdiyyələrə seçilmiş. Düzdürmü? Bax fərqi bu. Qanun. Mənim o var idi, qanunverici ilə müəyyən edilmiş qaydada yerli özünü icra Yerli etmə öz idarəetmə orqanlarına orqanı. seçilmişlər, bəli. Bəli, mən onunla qarışdırdım, mənim ona görə. Qarışdırmadı. İndi başa Bəli. düşdüm. Müəllim, seçilməmiş olanda qanun olur, seçilmiş olanda qanunvericilik Dövlət olur. Belə orqanlarına qeydə alınmış olanda qanun, bələdiyyələri qanunvericiliklə seçilmişlər. Aydın olmadı? Aydın olmadı. Bəli, mən aydın oldu. Dövlət orqanlarına, bax, dövlət orqanlarına namizədliyi, pus yaza bilmirəm, bu sərgəsiz olur. Namizədliyi, bax, tutaq ki, qoy sənin üzərində praktik olaraq misal çək. Tutaq ki, Aytan, sən getmirsən Milli Məclisə, deputat kimi namizədliyini irəli sürmüsən. Düzdürmü? Sənin namizədliyin qeydə alınır. Bu nə ilə olur? Qanunla qeydə alınır. Hansı orqan? Dövlət orqanı. Bələdiyyə dövlət orqanı deyil, inzibati orqandır. Amma Milli Məclis dövlət orqanıdır. Düzdürmü? Bax, bura qanunla sənin namizədliyin qeydə alındı. Bir də bax, tutaq ki, sən bələdiyyəyə seçildin. Bələdiyyə üzvü oldun. Başa düşdünüz, orada qanunvericiliklə bələdiyyə seçilmiş şəxs olur. İndi daha rahat oldu. Yəni elə bir tutaq ki, seçildin. Bələdiyyə qanunvericiliklə. Aydın oldu. Bəli, müəllim, bəli. İndi daha yaxşı başa düşəcəksin deyə düşünürəm. Vəssalam. Getdik Gülzar. Qurumlarda xüsusi fəaliyyət üzrə təşkilat sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər. Bu da doğrudur. Bir dəqiqə. Bir dəqiqə baxın. Aha, qurumlarda, bəli. Bu təşkilatı sərəncamverici uşaqlar bir növ qərarların, əmrlərin qəbul olunmasında, müəyyən işlərin icra olunmasında təşkilatı sərəncamverici iştirak edən şəxslərdir. İnzibati təsərrüfat isə bir növ o funksiyaların bir qismində iştirak edən şəxslərdir. Doğrudur. Mənim 4-cü vəzifəli şəxs hesab olunur. 5-cidə də yardımçı yox, inzibati Yox idi, vəzifə. bəli. Bəli, yox idi. Hı. 49. SS hüquqi şəxs 02.02.2012-ci il tarixində Naxçıvan şəhərində əmlak şirkətçisi kimi qeydiyyatdan keçmişdir. 21.11.2017-ci ildə əmlak şirkəti Gəncə şəhərində qeydiyyata alınan ev alqı-satqısı ilə məşğul olan MSM Ümumiyyətlə, şirkəti. situasiya suallarına çox baxacağıq hələ. Onsuz Dimin kitabında da var bunlar. Birinci Bəli. növbədə situasiya suallarına baxanda yoldaşlar, yadınızda saxlayın ki, situasiya suallarında sualın cavabı onun şərtində olur. Mhm. Birinci növbədə bax, sən bu cümlədən artıq sənə bir işarə verir ki, qanun tətbiq dairəsində gedir söhbət. Qanun Bəli. tətbiqlər nə deyir? Azərbaycan ərazisində bütün fiziki şəxslər, hüquqi şəxslər, əcnəbilər və vətəndaşlar olan şəxslər barəsində, ərazimizdən kənarda isə Bəli. Azərbaycan vətəndaşları barəsində isə Beynəlxalq. tərtibimiz beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq olunur. Bəli. Adam deyir ki, gəlib Azərbaycanda qeydiyyatdan keçib hüquqi şəxs kimi. Mhm. Sonra nə deyir? Davamını davam edir. 21.11.2017-ci ildə əmlak şirkəti Gəncə şəhərində qeydiyyata alınan ev alqı-satqı ilə məşğul olan SM şirkəti ilə birləşərək Bakı şəhərinin qeydiyyatından keçmiş və SMNN şirkətini yaratmışdır. Bütün səhmlər SMNN şirkətinə aid olan bu şirkəti 9 mart 2019-cu ildən etibarən Bakı şəhərində fəaliyyət göstərməklə yanaşı Türkiyə Cümhuriyyətinin İstanbul, Ankara, İzmir şəhərlərində də fəaliyyət göstərmişdir. Deməli fikir verirsən mi? Adam gəlib burada hüquqi şəxs kimi qeydiyyatdan keçib, hələ Türkiyədə də qeydiyyat göstərir. Aha.
Deməli, fevralın 2-si 2020-ci ildə SMNN şirkəti İzmir şəhərində fəaliyyət göstərərkən bu şirkətin vəzifəli şəxsi Azərbaycan Respublikasının vətəndaşı D adlı şəxsə vəzifə səlahiyyətindən istifadə edərək güzəştlər əldə etmiş və bunun nəticəsində SMNN şirkəti də bir sıra imtiyazlar əldə etmişdir. Yuxarıda yazılanlara əsaslanaraq doğru fikri müəyyən edin. Deməli, D adlı şəxs və SMNN şirkəti beynəlxalq hüquq normalarına əsasən Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının qanunvericiliklərinə əsasən intizam məsuliyyətinə cəlb olunur. Bu mənim siz dediyiniz kimi bu hüquqi şəxs Qeydiyyatdan keçib alıbsa, onlar bazı necə tətbiq olunacaq? İndi onu tapmalısan. aha. Deməli, Türkiyə Cümhuriyyətinin ərazisində fəaliyyət göstərdiyi üçün D adlı şəxs Türkiyə Cümhuriyyətinin qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunmuşdur. Olunmalıdır deyir. Aha, olunmalıdır. D adlı şəxs SMNN şirkəti tərəfdarlıqda beynəlxalq müqavilələrə uyğun olaraq getirilir. Mənim bu hüquqi şəxs keçibsə əgər, yəni beynəlxalq müqavilələrə uyğun Hayso, yəni tərəfdaş tətbiq çıxdığımız beynəlxalq olunmalıdır da. müqavilə. Burada düzgün cavab nə qalır? C variantı qalır da. C bəndi, bəli Yəni mənim. tərəfdaş çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir. Mənim ona güzəşt verildiyinə görə də Bəli. bu pozulur. Sən 3 dənə sual Başa oxudun da düşdüm düzdür mən. Gülzar? Bəli. Aytan oxudu Mənim bəli. çox sağ olun, çox aydın başa saldınız. Çox sağ ol. 50, 51, 52-ni oxu Aytan. Deməli, sənədlər çərçivəsində korrupsiya qarşı mübarizəni həyata keçirirlər. Bütün dövlət orqanları deyildi. Niyə? Bütün Qurumlar dövlət orqana idi. keçirmir ki, səlahiyyətlər çərçivəsində hamısı həyata keçirir. Bax, gedirsən hər hansı bir idarədə işləyəndə bax rəhbər tapşırır ki, bax Aytan, korrupsiya ilə məşğul olmaq olmaz ha. Falan cəzalar səni gözləyir. Falan şeylər ola bilər. Xəbərdarlıq edir. Deməli mübarizə həyata keçirir də. Niyə olmasın ki? Vəzifəli şəxslər də onun kimi. Yerli özünü idarə etmə orqanları idi. Bəli. Vəzifəli şəxslər idi bir də. Qurumlar, vəzifəli şəxslər, yerli öz idarə orqanları, bir də bütün dövlət orqanları. Hər biri öz səlahiyyətləri çərçivəsində bəli mübarizəni həyata keçirirlər. Ancaq ki, bunların 1, səlahiyyətinə 3, aid olan 5, şeylər 6 də idi. baş verə bilər. Uca deyir ki, inzibati və ya fərqi yoxdur. Cinayət olan kimi kimə həyata keçirirdi? Uca fərq yoxdur da. İnzibati ola bilər, cinayət ola bilər. Bu əgər tutaq ki, sən bir adam idarədə korrupsiya ilə məşğuldur, amma o cinayət tərkibli bir korrupsiya ilə məşğuldur. Kimə? Onu dövlət orqanı eləyənməz axı onu. Dövlət orqanı səlahiyyətindən çıxır. Bu ağır işlərlə məşğuldur. Bəli, deməli 51-də də qanunverici müəyyən edilmiş Ay qaydada sağ olun. hüquq Qanunverici ilə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanları. Bəli. Səhv eləmirəmsə baş prokurorluq yanında korrupsiya qarşı baş mübarizə idarəsi. Onu həyata keçirir. 52. aşağıdakılardan hansılar doğrudur? Korrupsiyanın qarşısının alınması sayəsində ixtisaslaşmış orqan funksiyaları Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının katibliyi həyata keçirir. Katibliyi deyil idi. Orada belə bir şey Ay yoxdur. sol, əla. Çox gözəl cavab idi. Uşaqlar, korrupsiya qarşı mübarizə komissiyası özü dövlət orqanı deyil. Sadəcə ixtisaslaşmış orqan funksiyasını həyata keçirir. Amma katiblik dövlət orqanıdır. Axı bizdə qanunda katiblik demir. Korrupsiya qarşı mübarizə komissiyası deyir. Ona görə bir nədir səhvdir, əla aytən. Xoşuma gəldi cavabın. Sonra 1. Korrupsiyaya qarşı mübarizə haqqında qanun Azərbaycan Respublikasının arasında bütün fiziki və hüquqi şəxslər barəsində onun ərazisində kənarda və Azərbaycan Respublikası vətəndaşları bu düzdür müəllim. Bəli, Çıxdı tərəfdaş çıxdığımız beynəlxalq beynəlxalq qanun müqavilə. tətbiqləsinə görə doğruydu. Bəli, aha. Azərbaycan hadi qal 3 Azərbaycan konstitusiya cəlb olmaqla xüsusi qayda nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə O xüsusi qayda tutulmuş şəxslər bilirsən kimlər idi? Məsəl üçün, Belə bir şey yox idi axı. yox, var. Həmin qaydalar 6-cı maddədə var idi. Maliyyə xarakterli tərəflərin pozulmasına görə məsuliyyətdə. Bu şəxslər bilirsən kimlər idi? Sən 10-cu maddədə 9-dan sonra oxurdun, deyirdin ki, məsəl üçün, e, dövlət orqanlarına seçilmiş şəxslər korrupsiya törədirdirsə və onların əməlində mülki hüquqi, inzibati cinayət yox idisə, intizam tənbehinin tətbiq olunması üçün korrupsiya qarşı mübarizə aparan orqan onun seçildiyi yerli deyil dövlət orqanı məlumat verirdi. Əgər bələdiyyəyə seçilmiş şəxslər korrupsiya ilə məşğul idisə, intizam tənbehinin tətbiq edilməsi üçün korrupsiya qarşı mübarizə aparan orqan müvafiq seçki komissiyasına məlumat verirdi. Yəni hakimlər
korrupsiya ilə məşğul idisə məhkəmə hüquq şurasına məlumat verilirdi. Sonra seçkili vəzifələr namizədliyi qeydə alınmış şəxslərlə bağlı seçki məcəlləsində tədbirlər görülür. Gözəl, onlar üçün xüsusi bir qayda nəzərdə tutulubdur və maliyyə xarakterli tərəflərin pozulmasına görə məsuliyyətdədir. Bax, bu maddə onlardan danışır ki, onlar o qaydalara riayət edilməklə cəlb edir də. Mübarizə aparan orqan müəyyən bir qaydalar var. O qaydaları tətbiq edir, həmin şəxslər o qaydalara əməl olmaqla cəlb olunurlar. Yəni bu cümlənin mənası onları ifadə edir sənə. Yaxşımı? Doğrudur yəni bu. Aydın Bəli, bəli, oldu. bəli, bəli. Ay sağ ol. Dövlət Öyle de. orqanları bu qanunun 5.1-ci maddəsində mali xarakterli tələblər müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc edə bilər. Qəzetdə deyildi axı, mənim qəzet idi ki. Xeyr. Rəsmi dövlət qəzetində məlumat dərc etdirilə bilər. Sən maliyyə xarakterli tərəflər. Məsəl üçün, sən qəsd olaraq və ya natamam vaxtında tutaq ki, məlumatı vermirsənsə, dövlət orqanlarına dərc etdirmir sənin barəndə məlumatı. Korrupsiya qarşı mübarizə komissiyası rəsmi dövlət orqanında dərc etdirə bilər o məlumatı ki, sən maliyyə xarakterli tərəfləri pozursan. Onu dövlət orqanları eləmir axı. Korrupsiya qarşı mübarizə komissiyası edə bilər. Aydın oldu? Bəli, bəli, bəli. 5-ci vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə Bax, əməl sən olunmasının bugün hüquqi nəticəsi. gələcəkdə Allah qoysa inzibati vəzifə tutmaq istəyən bir dövlət qulluqçususan. Sən burada Hı, vəzifəli şəxs deyilsən. Vəzifə tutmaq istəyən şəxssən. Maliyyə xarakterli tərəfləri oxuyursan da 6 dənə maliyyə xarakterli tərəf var. Oxudun. Sonra qanunda nə öyrəndin? Əməl eləməsən sən işindən çıxa bilərsən. İqtisad dərəcəsinin bir pil aşağı salına bilər. Vəzifə maaşın aşağı salına bilər. Sən aşağı maaşlı vəzifəyə keçirə bilərlər. Axı nə olacaq? Sənə qanun xəbərdarlıq elədi ki, sən bunun hüquqi nəticələri belə olacaq. Bunlara əməl eləməlisən. Aydın bəli, oldu. bəli. Onda Bəs. götürülür də bu da. Bəli, bəli. 3 dənə sual oxudun, düzdür? Keçirik Mahirə sənə. 53. 53 oxuyum. C adlı şəxsin D adlı şəxsə 20.000 manat borcu var. Bu barədə məlumatı təqdim etməmişdir. Aşağıdakılardan hansı doğrudur? Maliyyə xarakterli tələblərə əməl olunmadığı üçün insan məsuliyyətinə səbəb ola bilər. Bu korrupsiya hüquq pozması sayılır, lakin intizam məsuliyyətinə cəlb oluna bilməz. Korrupsiya hüquq pozması sayılmır, maliyyə xarakterli tələb sayılsa da orqan rəhbərinə məlumat verməli deyil. Korrupsiya Götür, hüquq bax, tutaq pozması ki, sayılır, qulaq as mənə, cinayət Mahirə. məsuliyyətinə Tutaq ki, səbəb sənin olur. mənə 20.000 manat borcun var. Borçlu da, Bəli. yəni tutaq ki, məndən borc alırsan. Səncə bu Hı korrupsiya hı. halıdır? Yəni Xeyr. bilavasitə korrupsiya ilə bir dəxlisi ola bilər bunun şəraitləri. Sən nə dəxlisi var ki, sən bu dost kimi məndən borc pul Bu alsın da, bu nə var borcdur ki? da, bəli. Yəni o Bəli, bilavasitə korrupsiyanın ya şərait yaradan bir əlaqəli bir şey deyil axı. Bu düzdür. maliyyə xarakterli tərəflərə əməl eləməkdirsən ki, məlumat vermirsən 5500 manatın yuxarılan borcun barədə. Çünki dövlət orqanı bilməli Bəli. ki, kimə borcu var, kimin barəsində nələ öhdəlikləri var, onu sən bildirməlisən. Deməli nə olacaq? A variantı olur ki, maliyyə xarakterli tərəflərə əməl olmadığı üçün bu intizam məsuliyyətinə səbəb ola bilər. Yəni burada bilavasitədən şərait yaradanda söhbət gedə bilməz ümumiyyətlə. Çünki sənin kiminəsə borcun alma nə dəxlisi var ki, sən vəsəsə sahiblərindən sui-istifadə eləmirsən axı ki, bu bilavasitə və ya şərait yaradan olsun. Düzdür? Cavab onda A olur, yoxsa C Bəli, olur? əlbəttə. Bəli, A variantı olur. Hə, yaxşı. Deyir ki, C variantı niyə olmalıdır? Sən məlumat verməlisən axı 5500 manat aşırsan. 20.000 manatdır burada. 2000 manat deyil axı. 2000 manat olsa bir məlumat verməli deyilsən. Bəli. 54. Aşağıdakılardan hansı doğru deyil? Vəzifəli şəxslə yaxın qohumları seçkili vəzifələr və qanun verilən nəzərdə tutulan digər hallar istisna olmaqla onunla eyni dövlət orqanında heç bir vəzifə tuta bilməzlər. Baxın. Deyir eyni dövlət. O Lazım. tabeliyində olanda olur. Ay sağ ol. Ki, Bilavasitə özü tabeli deyil. tabeliyində olan. Bilavasitə tabeliyində. Məsəl üçün. Tutaq ki, Bəli. deyək ki, məsəl üçün Mehranlının qaynanası hüquq şöbə, deyək ki, humanitar şöbənin müdürüdür. Mehralı deyək ki, maliyyə şöbəsində işləyir. Hətta humanitar şöbə ilə çox zaman texniki şöbələr heç bir-birinin əlaqələri belə olmur. Yəni adətən Bəli. demək olar ki, onlar bir yerdə bir qənaətə gəlmirlər, yəni hansısa bir şeyin həll olunmasında. Nə dəxlisi ola bilər ki, onun Mehralıya? Bu bilavasitə onun tabiri deyil ki, Mehranlının şöbə müdürü başqa adamdır. Bu da bunun qaynanası da hüquq şöbəsinin müdürüdür. Yox, sadəcə tabeliyində olan şəxs olmamalıdır. Bilavasitə tabeliyində.
Bəli, Yaxın qohumluq. Da nə bilim, Mehranın əmisinin nəvəsinin nəvəsinin falan kəsi şöbə mürdü. Onun nə aidiyyəti ola bilər ki? Yaxın qohum. bəli, Ər-arvadlar, qudalar, nə bilim, qaynana, qaynata bu şəkildə ola bilməz. Bəli, deməli bu nədir bir? bəli, Yanlışdır. səhvdir. Bəs, Bəli. bəli. Bu qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən nəzarət sürücü müddətində həmin pozuntunun könüllü olaraq aradan qaldırmadıkları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli. Bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalı. Bu düzdür. Ee, Vəzifəli şəxs bir xidməti dakika, şəxslərdən biri. vəzifələrinin Ee, Hı hı. aradan qaldırmadıqları halda tabii ise başqa. Bəli, Düzdür, tərəfindən bir müəllim, şəxslərdən biri düzdür. tutub, bəli, biri. Yes. Bəli. Düzdür. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və qəbul edə bilməz. Düzdür. Düzdür. Qərəzsiz icrasa, qərəzi yaza bilən, nə bilim, burada icrasına təsir edə bilməyən yazar, nə bilim, diqqətli olmaq Hı. lazım. Bəli, Bəli, doğru. bəli. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir ay ərzində hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Bu da düzdür. Niyə? Bir ay ərzində yoxsa bir il ərzində? Bir Bir il ili, idi. hə, doğrudan bir il ərzində, hə, Diqqətli oxumaq bir lazımdır. ildir. Bəli. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərişlə istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə dövlət orqanının rəhbərinə yox, bilavasitə Bir avans yox, birbaşa. Təzən rəhbər, gətir sənə 5 manat ruçka verirlər, dur get nazirim narahat edirsən ki, onun üçün ki, ay cənab yox, nazir, bilavasitə mənə 5 rəhbərin manat rəyini ruçka verirlər, öyrənir. götürüm yoxsa götürmürəm. Birbaşa rəhbər olmalıdır. Bəli. Vəssalam. 55. Aşağıdakılardan hansılar doğrudur? Fiziki və hüquqi şəxslərlə mülki hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslərin xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və imtiyazların əldə edilməsi qadağan olunur. Bu var idi. Bir dəqiqə görüm. Teymur səsin açıq qalıb ay Teymur. Onun bağında zəhmət olmasa. Mən bağlaya bilmirəm. Bağla zəhmət olmasa. Aha, bağladım. İndi sən aç. Mahirə də aça bilərsən. Hə, oxuyum müəllim ikincini. Bəli. Deməli, şöyle mülki hüquq əqdlərinin bağlanması. Ola bilər ki, məsəl üçün hər hansı bir tender zamanı tutaq ki, vəzifəli şəxs bir tenderin qalibinə, məsəl üçün deyək ki, 3 nəfər şirkət gəlir. Vəzifəli şəxsə bunlar arasında başlayır qərəzi davranmağa. Tutaq ki, Teymur yaxınlaşır, nə bilim, Elmin yaxınlaşır, bir də Mahirə yaxınlaşır. Amma bu gözaltılıyıb ki, Mahirə ilə artıq qabaqcadan danışıqlar aparıb ki, Mahirə qalib olsa, Mahirə buna güzəşt şərtlərinə məhsul satacaq, tutaq ki, deyək. Güzəştlər əldə edəcək. Başlayacaq Mahirənin üstünlüyünü əldə etmək üçün şərait yaratmağa ki, e, çünki onun müəyyən əqlər bağlayacaq axı. Onun qalib Bəli. olmaq üçün çalışacaq. Bu da qadağan olunur. Yəni olmaz. Şərait Korrupsiyadır. yaradıldı. Bəli, Bəli. bir nədir? Doğrudur. Doğrudur, bəli. Bəli, sonra Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə dövlət orqanının rəhbərinə məlumat verməli. Tutaq ki, Maddi və qulaq as. bəli, Mən sənə 16 Pro Max hədiyyə eləmişdim. Tutaq ki, hədiyyə eləmişsin. Birinci növbədə nə olurdu ondan? İmtina edirdim. Sonra gəldin otağına, bəli, çünki sənin asılı olmayan səbəb odur ki, otağına gizlincə qoyub çıxmışam. Sən bir dənə bəli. bu hər hansı bir tutaq ki, bu hədiyyədən ötürü Gev nazirə mi yaxınlaşarsan? Dövlət orqanı rəhbərinə deməkdə. Demək səhvdir də o. Sən dövlət orqanı rəhbərini hər Birbaşa, dəqiqə narahat edə bilməzsən. Bəli, birbaşa rəhbərinə məlumat birbaşa verir. rəhbərinə Bəli, məlumat verir. bəli. Hı Birbaşa -hı. rəhbərinə məlumat verirsən, bu da akt üzrə təbii ki, nə olacaq? Təhvil veriləcək. Təhvil verilir, bəli. Yes. Korrupsiya ilə əlaqədar hüquq pozmalar bilavasitə korrupsiya hüquq pozmalarından və korrupsiyaya şərait yaradan hüquq pozmalardan ibarətdir. Bəli, iki yerə ayrılırdı. Bəli. Birbaşa, bir də şərait. Bu qanunda nəzərdə tutulan hallardan başqa
Vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquq pozmalar müəyyən edilə bilər. Ola bilsə nə demək istəyir uşaqlar burada? Burada onu deməyə çalışır ki, yəni biz bu qanunda görə bildiklərimizi oxuyuruq ki, bu qədər amma bunlardan savayı hüquq pozmalar müəyyən ola bilər. Ola bilər Cinayət Məcəlləsində, Bəli. ola bilər İnzibati Xətalar Məcəlləsində başqa bir korrupsiya hüquq pozmaları da ola bilər. Başqa bir məsuliyyət yaradacaq əməllər də ola bilər ki, onu biz görmürük. Dəqiq digər qanun icraatlarında bu müəyyən ola bilər. Bəli, Düzdür, doğrudur. doğrudur. Müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi korrupsiyaya şərait yaradan hüquq pozmalar sayılır. Ümumiyyətlə yoldaşlar, əgər cümlə qulaq asın mənə. Xidməti vəzifələrinin səlahiyyətlərin icrası ilə əlaqədar başlayırsa, cümlə müəyyən mükafat müqabilində ilə başlayırsa, bu bilavasitə, yəni korrupsiya hüquq pozmasına aid olur. Uşaqlar, ümumiyyətlə bilavasitədə adam birbaşa şəkildə korrupsiyanın içində olur. Bax, məsəl üçün deyir ki, maddi və sair nemətlər tələb eləməsi qəbulünə salınmaz. Mən deyirəm ki, tutaq ki, Aytənə deyirəm ki, sənə falan işini görəcəm, məhsullarında falan qədər mənə güzəştlər eləyəcəksən. Bilavasitə şəkildə mən birbaşa şərt kəsirəm. Birbaşa olaraq dövlət əmlakında olan torpağı mənfəətim üçün başqasına icarəyə verirəm. Oradan da gəliri özüm götürürəm. Dövlət torpaqlarını. Elədimi bilavasitə? Kompüterin qiyməti 5000-dir. Mən xidməti vəzifəmin icrası ilə əlaqədar olaraq kompüteri tutaq ki, aytının 2000 alıram. Bazar qiymətindən aşağı. Tarifə güzəştə. Yoxsa bilavasitə bunu törətdim. Və ya müəyyən mükafat müqabilində. Tutaq ki, Aytən nazirdir. Mən onun müəllimiyəm. Və mən artıq nə olmuşam? Bildirirəm ki, qıraqdakılara, hə, Aytən mənim tələbəm olubdur, nazirdir. O mənim bir sözümü iki eləmir, tutaq ki. Artıq mən kənardakılara məlumat ötürürəm, bir növ işarə ötürürəm ki, baxın belədir. Ancaq ki, mən bunu tək başıma yeməyəcəm ki, kimə saldığım hər hansı bir güzəşti, imtiyazı, neyməti, pulu bilavasitə şəkildə Aytənə də çatdıracam. Görürsünüz, bilavasitəlik var. Yaxınçılıq, korrupsiya yaxınsan. Amma şərait yaradanda necədir? Səni süründürməçiliyə salmaq, səni get-gələ salmaq, səni sənədləri vaxtında verməmək, sənədindən sənədlər tələb eləmək. Yəni, şərait yaradanda birbaşa daxil olmur adətən. Onun üçün qəsdli olaraq törədir. Qəsdli olaraq elə bir hərəkətlər edir ki, artıq korrupsiya üçün şərait yaradır özünə. Misal üçün, əslində hər hansı bir sahibkarlıq fəaliyyətə məşğul olan şəxsdən elə sənədləri təqdim edir ki, əslində sahibkar onu təqdim etməli deyil. Onu təşvişə salır da. Üzrə istər-istəməz sahibkar təşvişə düşəcək, deyəcək ki, mənim bunu məndən tələb eləmə. Al bu pulu əl çək məndən. Yoxsa şərait yaradır. Və ya tutaq ki, Mehralı sahibkardır. Aytən də Mehralı sahibkarların da əsas yəni stimul nədir? Dotasiyalar, subsidiyalar almaqda, güzəştləri, vergi güzəştləri falan. İndi Aytən də onu Mehralının yaraşığına, qara gözünə, nə bilim, qara qaşına və ya mədəniyyətinə görə eləməyəcək ki onu. Aytən orada çıxarı olmalıdır. Aytən onu dövlət üçün elə bir sahibkar kimi göstərir ki, güya ki Mehralının ehtiyacı var buna. Ona qanunsuz şəkildə subsidiyalar alır. Amma subsidiyanın hamısını durub Mehralıya verəsi deyil. Oradan özünə də pay götürür. Yoxsa şərait yaradır. Bilavasitə eləmir. Dolayısıyla Mehralı vasitəçiliyi eləyir bunu. Aydın oldu mu bilavasitə şərait yaradan fərqini? Yəni bir növ yoldaşlar. Bəli, bəli. Xidməti vəzifələrinin səlahiyyətlərin icrası ilə əlaqədar deyə başlayırsa, müəyyən mükafat müqabilində başlayırsa, bu olur bilavasitə, yəni korrupsiya hüquq pozması. Amma statusundan, təmsil etdiyi orqanın statusundan və ya da ki, normativ hüquq haqların, yəni dolayısıyla pedaqoji fayda istisna olmaqla ödənişli vəzifə tutmaq, hər hansı bir hərəkət eləmək, dolayısıyla baş verən şeylər olur, şərait yaradan aid olur. Ümid edirəm ki, bu yolla da siz artıq köməyinizə çatacaq. Biraz çox çatacaq o köməyinizə, amma məntiqinizlə bunu bacarın ki, tapa biləsiniz. Hı. Deməli, nədir? 5 səhvdir. Çünki bu bilavasitə korrupsiya hüquq pozması idi. Bu bizə deyir ki, bu korrupsiya şərait yaradanlıq xeyr, səhvdir. 56 başqası oxumalıdır Mahirə. Sən 3 dənə oxudun. Oxuyun mənim.
Yoy Kamil, səxavətliydin. Oxusun sonra sən oxuyarsan. Tamam, tamam. O sənə dərs tamam edəcək. Bunu qutarana qədər buradayıq. Bəli, mən Buyur oxuyum. Səxavət. B adlı vəzifəli şəxs girim. Bəli, üzr istəyirəm bir dənə. Aha. B adlı vəzifəli şəxs 21-11-2010-cu il tarixindən TT Dövlət İdarəsində işləyir. CC-DD-YY orqanları B adlı vəzifəli şəxs 13.02.2017-ci ildən hesabat verən orqanlardır. B adlı vəzifəli şəxs 22-12-2019-cu ildən ona hesabat verən CC orqanının işi üzrə DD adlı fiziki şəxsin nümayəndəsi qismində iştirak etmişdir. Yuxarıdakılardan əsaslanaraq doğrudur. B-nin bu hərəkəti korrupsiyaya şərait yaradan hüquq pozma sayılır. Və deyir ki, tabeliyində olan, birbaşa ona hesabat verən gedir işi üzrə üçüncü şəxsin nümayəndəsi qismi iştirak edir. Bax, burada gözün bilavasitədən söhbət gedənməz. Adam niyə Bəli. adamın maddi marağı var ki, başqa bir şəxsin, nə bir üçüncü şəxs, vəzifəli şəxs ki, üçüncü şəxsin nümayəndəsi qismində iştirak edir. Məsələn, maddi marağı var. Elə bir hərəkət edir ki, Bu korrupsiya şərait yaradır. şərait yaradır da müəllim. Bəli, korrupsiya şərait yaradır. Bəli, bəli. Bəli. 57. Bax, görürsən normativ hüquq haqların və digər qərarların qəbul zamanı fiziki və hüquqi şəxslər onların təyinatına uyğun olmayan. Tutaq ki, bir nəfər qazidir, bir nəfər də adi Bəli. adamdır. Amma qazini qoyub başqa bir adama üstünlük verir ki, hə, bu daha üstünlük əldə etsin, güzəştlərdən də bu yararlansın. Deməli, bu maddi marağı var da. Yəni, tutaq ki, mən əgər səmərəli, şəffaf işləyən adamamsa, bir adam Bəli, tutaq ki, bəli. 50 adam gəlib yanıma. Bir də normal adam gəlib. Tutaq ki, mən 50-ni qoyub sağlam adamın tutaq ki, pensiya çıxmağına köməklik edirəm. Mən durub əgər şəffaf işləsəm, mən əlbəttə ki, əlil olanı qabağa salaram. Ki, bu adam əlildir. Mənim maddi marağım Bəli, bəli. olmasa, mən sağlam adam durub pensiya almasına köməklik eləyərəm, yox. Amma mənim maddi marağım olsa, mən sağlam adamın yalandan pensiya çıxmasına köməklik eləyəcəm. Çünki mənim maddi marağım var axı ortada. Bizə şərait yaratır. Bəli, şərait yaradır burada. Gördünmü? Yəni marağı var da, başa düşdün? Bir nə Bəli, oldu? bəli. Şərait yaradan oldu. Yəni Bir bizə şərait yaradır. korrupsiya hüquq pozmaları. Hüquq Korrupsiya hüquq pozmaları bilavasitəni soruşur. Yəni deyək, bilavasitələr hansı Aha. vardır? Deməli, bir bilavasitə Bilavasitə. Bəli, deməli, xidməti vəzifəsini icra etdiyi dövrdə elmi pedaqoji yaradıcılıq fəaliyyəti ilə bu da müəllim şərait yaradandır da. ay sağ ol, şərait yaradandır. Bəli. Elmi pedaqoji varsa şərait yaradandır. Bəli, bəli. Xidməti vəzifəsini icra etdiyi dövrdə bunu üzrsən, üçüncüdə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsi və ya edilməsi imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək Əmlakı məqsədilə qanunsuz müəllim, alır. bu hüquq pozmadır da müəllim. Bəli, bilavasitədir. Bilavasitə. Öz Bəli, bəli. mənfəət əldə edir ondan. Aha, Bəli. bəli. Özü şərait yaratmır. Birbaşa korrupsiyanın içinə girir. Bəli. Müəllim, belə deyək də, əgər onun ona çatan necə maddi və yaxud da ki necə deyim, mənfəət varsa, deməli bu bilavasitədir də. Elə getmir. Bəli. Aha. 4. 4-də xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətlərin edilməsi imtina olunması müqabilində vəzifəli şəxs onun özü və ya üçüncü şəxs üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunmasının vəd Təklif edilməsi və olunur. ya Deməli, verilməsi. təklif olunur. Ee, Adamlar günə qədər riskə gedir ki, ona təklif edirlər onu. Bəli, bu bilavasitədir də. həm vəd edilməsi də Bəli. varsa, verilməsi varsa, bu Bəli, birbaşa bəli. bilavasitə olur. Deməli, müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarını qanunsuz Oxu təsir gəldi. göstərmək oldu mən. Qanunsuz təsir göstərmək imkanına malik olduğu bildirən hər hansı bir şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nimətlərin, imtiyazların və güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi. Aha. Burada mənim 5-də deyir, müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz Aha. təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsin birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, Deməli, bu imtiyazların da və ya bilavasitədir. güzəştlərin, Görsən? bu da Müəyyən bilavasitədir, bəli. bəli. Həm də vəd İndi- edilməsi, verilməsi varsa, deməli, bu İndi birbaşa. şərait yaradan soruşur artıq səndən. Şərait Aha. yaradan soruşur. Vəzifəli şəxsin tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya
əməkdaşın özü və ya üçüncü şəxs üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi. Bəli, burada bu da Bəli. Bilavasitədir. Bəli, bilavasitədir. düzdür, bilavasitədir. Bəli. Görsən, dediyim kimi, vəsait şəxsin xidməti vəzifələrinin Bəli. icrasında başlayır. Həm də vəzifəli şəxslər düz deyirsən. Bəli. Əvvəl onunla başlayırsa da o bilavasitə gedir. Bəli. Bilavasitə başqa və yaxud da uydurma Uydurma şəxslər şəxslər vasitəsilə vasitəsilə. Hətta uydurma şəxs görsən, bu nə olur? Dolayısıya gedir uje. dolayısıya gedir. Təşkil Bəli. olunmur. Dolayısıya Bəli. gedir uje. Bu da istərsəmiz nə olur? Şərait yaradır. Şərait yaradır, bəli. Bəli. Qanunla və digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumat. Digər normativ hüquqi aktlar və qanun varsa bu şərait yaradandır. Şərait yaradandır, bəli, əla, gözəl. Bəli. Amma müəyyən mükafat müqabilində varsa, Müəyyən mükafat müqabilində varsa, bu da deməli şərait yaradır da. xeyr, müəyyən mükafat Yox, yox, müqabilində bilavasitədir. Aha, bilavasitə. Həm də müəllim vəd edilməsi, verilməsi Bəli. varsa, bu da Xeyr. bilavasitə. Fiziki və ya hüquqi şəxslərin hüquqlarının və ya qanunun mənafelərinin həyata keçirilməsi süni maneələr yaratmaq. Süni maneələr yaratmaq müəllim burada məncə Şərait yaradır. şərait yaradar, bəli. Get bu sənədi gətir, get filan sənədi gətir, get onu Bəli, gətir, bəli, bunu bəli. gətir. Uje adam uje bezir də, axırda deyəcək ki, bəs Aha. Bəli. Digər nəzərdə tutulmuş. O deyir ki, bunun iki versiyası var idi. Bu adam nəzərdə tutulmuş məlumatları vermir. Nəzərdə bəli. tutulmayanları tələb eləsəydi sən deyən idi. Üç düzgündür. Aha. Bir daha. Onda 3 düzgün oldu müəllim. Bəli. Bir dənə oxuyun da 59-u. Sonra bu linkin vaxtı qurtarır. Bizim 5-6 dənə sualımız qalıb. Onu da işləyim, dincələrsiniz, yaxşımı? Bundan çıxın, təzə link atıram, ona qoşulun, yaxşı? Oldu müəllim.